Qəffar adlı bir şəxs deyir ki, mənim Teis adlı bir şəxsə borcum var idi və mənim abrımı da cəmiyyətdə aparırdı. Harada məni görürdü insanların içində, deyirdi mənim borcum nə oldu, borcumu ver. Mümkündür bir insan borclu olsun, amma yəni işsiz ola, çətinliyi ola, borcun verə bilməyə, özü də mömin ola, onun abrısını cəmiyyətdə aparasın, yaxşı hal deyil. Amma əlbəttə elə insanlar da var, qoy bunu da deyim, belə deyək, borclu qalmaqdan həzz alır və ya xoşu gəlir, əziyyət edir insanlara. Nədir? Gəlib gözqaş eləməyə. Bəli, Qəffar deyir ki, Teis adlı bir şəxsə, o da İmam Rıza əleyhissalatu vəssalamın qullarından idi, xidmətçilərindən idi. Amma mənim abrımı aparırdı cəmiyyətdəki, harada adam insanlar içində birini görürdü, deyirdi ki, mənim borcumu niyə vermirsən? Mən xəcalət çəkirəm. Gəldi İmam Rıza'nın əleyhissalamın yanına, Həzrət özdə səhv eləmirəmsə, qissə belədir ki, Ramazan ayı idi, oruc idi. Gəldi dedi, Yəbnə Rəsulillah, mən belə bir çətinlikdəyəm ki, mənim sənin qulun olan, xidmətçin olan Teis adlı bir şəxsə borcum var. Amma borcun nə qədər olduğunu imama demədi. Və mən düşündüm ki, bunu deyəndən sonra İmam Rıza əleyhissalam öz qulunu danlayacaq ki, sən bu kişinin abrısını niyə apardın? Görsən, bəzən bir dost və ya bir uşaq, bir qardaş bir iş görəndə onun valideynə deyirsən ki, deyən belə eləməsin də, mənim abrım gedir aradan. Və valideyn də ona deyir ki, etmə bu işi. Mən düşünürdüm ki, İmam Rıza əleyhissalam mənim yanımda öz qulunu danlayacaq. Əlbəttə, bəlkə də qulun haqqı idi, öz pulunu istəyirdi. Burada şəriətdən kənarda bir şey yox idi. Dedi, imam mənə dedi ki, gəl gedək evimizə. Getdim, özdə iftar vaxtı idi. Dedi, yəqin ki, iftar da eləməmişsən. Dedim, Yəbnə Rəsulillah, iftar da eləməmişəm. Mənə dedi, indi o qissə uzundur, mən çox xülasə danışmaq istəyirəm. Dedi, get bir yer, sandıqça göstərdi, mənə bir yer göstərdi, onu qaldır, orada nə qədər pul var, o pulu götür, apar. Mən də getdim, gördüm, qızıl pul idi, əşrəfi deyirdilər, ən bahalı pul. Sikkə də qızıl pul olub, əşrəfi də olub, ən bahalı pul əşrəfi olub. Deyir, mən bu pulu götürdüm və iftarımı da imamla eləyəndən sonra, amma pula baxmamışam. Və imama da deməmişəm nə qədər borcluyam, kimə nə borcluyam, bu şəxsə nə qədər borcluyam. Dedi, bu sevinə-sevinə, amma o pula baxmadan, amma ürəyin qalıb həmən o vəsaitdən, o qızıldakı, görəsən nə qədər puldur, bu kişinin pulunu verə bilərəm ya yox, o qədər pul, axı mən imama heç nə demədim, desəydim, məsələn 28 əşrəfi borcluyam, imam da götürüb sayardı, 28 əşrəfi mənə verərdi. Birdən az verəcəyim, mən yenə də ona borclu qalaram, onun yanında xəcalətli qalaram. Artıq ikinci dəfə də gəlib imama söz deməyə üzüm ağrıyacaq. Necə deyərəm ki, yenə də borclu qaldım, mənə bu qədər pul ver. Dedi, bu pulu götürdüm, getdim evə yetişdim, pulu saydım, gördüm ki, 48 əşrəfi puldur. 48 əşrəfi puldur. Pulların içində biri gözümə toxundu deyir. Deyir, gözümə toxundu, işığa verəndə gördüm ki, yazılıb, bu pulun 28 əşrəfisin, Teisin pulunu verirsən. Baxın, imamlar qeybi biliblər. Biz becaya yerə demirik. Yəni, bizim etiqadımız, əqidəmiz budur. 28, özdə yaşayışı da bərbad idi bu şəxsin. Borcu da vardı, öz ailə uşağının da xərcini ödəyə bilmirdi, çox çətinlik çəkirdi. Dedi, imam ona o şeydə yazmışdı ki, 28 əşrəfini apar, ver, Teisin borcunu ver. Heç quluna demədi kişini incitmə və ya mən verərəm, yox. Bir cür o pulu ona verdi ki, qoy gedib özü versin o pulu. Özü o pulu icra eləsin, qoy mömindir, narahat olmasın, əziyyət çəkməsin. O da bilməsin, mənim pulumu imam verdi. Baxın, imamın mərhəmətinə baxın. İmamda olan, öz şiyələrə qarşı olan mərhəmətə baxın. İnsanlara qarşı mərhəmətə baxın. Mənim əzizlərim, bu qissəni mən niyə danışıram? Mümkündür
bir mömin üçün xidmət göstərəsiniz, iş görəsiniz. Daha çox da orada burada hər şey deyəsiniz. Bunun üçün onu elədim, onun üçün bunu elədim. Onun abrın, ismətin aradan aparmayasınız. Yeri gələndə bir ata oğlu üçün deyər, oğlum üçün bunu elədim, haqqı da var. İmam da bizim mənəvi atamızdır. Deyə də bilərdi, amma demədi. Görürsünüz, onun isməti, müminin hörmətini, ehtiramını qorudu. Dedi, bu 28 əşrəfini verərsiniz mənim qulumun borcunu və onun 20 əşrəfini də sənin və sənin ailəvin bir müddətlik xərcin. Dedi, səcdəyə getdim, şükür edim, ilahi və Rəbbi. Axı, mən imama deməmişdim, mən ona nə qədər borcluyam, nə qədər verəsiyəm və öz ailəmin dolanışığı haqqında da deməmişdim ki, çətinliklərim var. Sadəcə demişdim ki, borcum var. Odur mənim əzizlərim. Bizim imamlarımız bizim üçün, bizim Peyğəmbər və onun əhl-i beyti bizim üçün ülgüdür, örnəkdir. Çalışağın biz də qardaşlarımızla, dostlarımızla, qohumlarımızla bu cür rəftar edək.